Yevmə əkməltu ləkum dinəkum. Allah buyurur ki, bugün bu hadisədə insanlara ki, Allahın Rəsulu Həzrəti Əli ibn Əbi Talibin vilayət xəbərin çatdırdı. Allah buyurur ki, Əl-yevmə əkməltu ləkum dinəkum. Bugün sizin dininizi kamilləşdirdim. Bu vilayətlə dininiz kamil oldu. Bəzi insanlar bəlkə belə düşünürdülər, kafirlər xüsusən və münafiqlər də var idi bu işin içərisində ki, Allah Rəsulu dünyasını dəyişəcək və Allah Rəsulu dünyasını dəyişəndən sonra biz istədiyimiz kimi bu dini aradan aparacaq və yaxud da istədiyimiz dəyişiklikləri eləyəcək. Amma bu vilayət xəbərindən sonra çoxları məyus oldular. Ona görə Allah buyurur ki, bugün sizin dininiz kamilləşdi və ətməmtu aleykum niməti və sizə neymətimi tamamladım.